Salam aleyküm qardaşlar. Qardaşlar bu video nə görə səsləyirəm? Deməli çox ustalar sualı verir ki, hansı daşı alıram, askol vereyim, hansı daşı işlədim? Bir daşın bütün kermaqranitlərdə effektli çıxacağı deyilən bir şey yoxdur. Yəni ola bilər ki, sən bu sterlingi alarsan, gedərsən 5 dənə daş kəsərsən, yaxşı çıxar. Məsələn, sumqayıtı kəsərsən, askol verir. Ona görə qardaşlar, bizdə mağazada istədiyin kermaqranitə aid disklər var. Sterlingdir, Distar'dır, Asus'dur, Rapid'dir, yəni markalardan gedirsə, burada da Çin mallarından da var, təbii ki, gitsə oldu, nə bilim. Yəni var da istədiyin növdə disk var. Ona görə ilk növbədə gəlib kermaqranitinizi gətirməlisiniz bura. Burada olan mağazada olan işçimiz baxmalıdır və sizə hansı disk lazımdırsa onu verməlidir. Onunla da inşallah kəsərsiniz, askol verməz. Bu məlumatı çatdırım dedim. Allah hər bir kəsin işin avand eləsin. Bu sterling daşlarımızdan da az qalıb, yeni partiyamız da gələcək. Yəni bunu alıb istifadə eləməyə tələsin, çünki 7 dənə qalıb, bir də 2 aydan sonra gələcək. Amma təmiz, fərqli partiya gələcək inşallah. Salam aleyküm.